Türkan qəsəbəsində sizlərə 40 sot yaşayış məntəqələrinin torpaqlarını təqdim edəcəyik. Dəyərli dostlarımız, 80 metrin 50 metrədir, 40 sotdur. 4 bir tərəf daş hasarla hasarlanıb. Torpağın içərisində su sayğacına kimi quraşdırılıb, işıq sayğacı var. 55 kilovatlıq 3 fazalıq torpağın sahəsinin üzərində işıq enerjisi keçir. Dəyərli dostlarımız, yəni torpağın mülkünə aiddir. Sayğac 55 kilovatlıq 3 fazalıq. İstəyən olsa qeyri-yaşayış kimi də istifadə edə bilər, amma hal-hazırda yaşayış məntəqələrinin torpaqları gedir. 40 sotdur, 80-ın 50 metriyədir, yəni 80 metr uzunu, 50 metr enidir. Keçək torpağın daxilinə doğru. Təqdim etdiyimiz yol Türkanın prospekt yoludur, dəyərli dostlarımız. Hal-hazırda torpaq sahəsi prospekt yoldan ikinci obyektdir, yəni ikinci torpaqdır. Gəl, hərəkət eləyək torpaq sahəsinə doğru. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Mülkümüzün giriş darvazasıdır. 80 metr uzunudur, dəyərli dostlarımız. Gəl, bismillah eləyək, daxil olaq torpaq sahəsinin üzərinə doğru. Demək, mərkəzi darvazadan girişdə su sayğacı quraşdırılıb, tamamilə hazırdır. 55 kilovatlıq 3 fazalı elektrik şəbəkə xətti. 80 metr uzunu, 50 metr enidir, dəyərli dostlarımız. Yaşayış məntəqələrinin torpaqları gedir. Qeyri-yaşayış da istifadə edə bilərsiniz. Yarım tikili bəzi yerlərdə sahələr var, yəni burada əldamı kimi istifadə olunub zamanında. İstəsəz fabrik kimi, nə bilim zavod kimi, nə istəyirsiniz tikib təhvil verə bilərsiniz də. İcarəyə də vermək olar, beton zavoda vermək olar, asfalt zavoda vermək olar. Türkan qəsəbəsində prospekt yolunun üzərindədir. Qiymətlə bağlı səhifəmdəki nömrə ilə əlaqə saxlayarsınız. Dəyərli dostlarımız, qiymətini mən sizlərə təqdim edəcəm. Suyu var, işığı var, başqa da nə istəyirsən. Yaşayış məntəqələrinin torpaqlarıdır, çıxarış da əldə hazır vəziyyətdədir. İstənilən notarius və asan xidmət mərkəzlərində alqı-satqı etmək mümkündür. Səhifəni bəyənib like etməyi unutmayın. Sağ olun, sağlıqla qalın.